Salam əziz abituriyentlər, bugün də növbəti sualımızın izahını verəcəm sizə. Deməli, bizə 2 dənə duz verib. Biri x3, y2, biri isə xZO3 və hər ikisinin mollar kütləsi 100-ə bərabərdir. Mollar kütlə hesablamaq üçün nə edirik? Element atomlarının nisbi atom kütlələrini indeks sayına vurub toplayırıq, mollar kütləyə bərabər edirik. Yəni, bu maddənin mollar kütləsi 3x plus 2y-dir. Bunun da mollar kütləsi, deməli, 3x plus 2y bu arada 100-ə bərabərdir. Bunun da mollar kütləsi 100-ə bərabərdir. Amma burada üçüncü bir məhsul elementimiz var, Z-dir. Amma fikir verin, burada bizə ipucu verib. Deyir ki, Z-in ayrı, Y-in ayrının 2 misli qədərdir. Yəni, bir Z-in yerinə 2Y yazsaq, bizim hesablamamızda səhv etmiş olmarıq. Yazaq onda bu duzun emerini hesablamaq üçün x plus Z-in yerinə 2Y yazıram. Plus 3 dənə oksigen, oksigen 16 olduğu üçün 3 oksigen edir 48. Bu da bərabərdir 100-ə. Baxın, 100-ə bərabər olan 2 dənə ifadə var. Bir-birinə bərabər eləyə bilərik demək ki. 3x plus 2y bərabərdir x plus 2y plus 48. Sağ və sol tərəfdəki 2y-ları ixtisar eləyərik. Hesablamamız olur 3x bərabərdir x plus 48. X-i bu tərəfə keçirsək 2x bərabərdir 48. Buradan da alınır x bərabərdir 24. Cavabımız olur C variantı.